Hörmətli müəllimlər və əziz şagirdlər, bugün biz 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə bir araya toplanmışıq. Toplanmamızın məqsədi sağlamlıq imkanı məhdud olan insanların hüquqlarının qorunması, onların təhsildə, cəmiyyətdə bərabər və tam hüquqlu təmin olunmasına birbaşa mesaj verməkdir. Biz hər zaman inanırıq ki, əlillik bir məhdudiyyət deyil, fərqlilikdir. Hər bir şagirdimizin özünə məxsus bacarığı, istedadı, inkişaf potensialı var. Bizim ən böyük vəzifəmiz isə bu potensialın üzə çıxarılması, uşaqların təhsildə və sosial həyatda bərabər şəraitdə təmin olunmasıdır. Məktəbimizin bütün müəllim və tərbiyəçiləri, psixoloq və loqopedləri hər gün böyük səbir, sevgi və fədakarlıqla çalışaraq şagirdlərimizin inkişafına töhfə verirlər. Əziz şagirdlər, siz bu məktəbin həm də cəmiyyətimizin ən dəyərli üzvlərisiniz. Sizin iradəniz, çalışmağınız, hər gün bir addım daha irəli getməyiniz bizə güc və ilham verir. Sizə inanırıq və sizin uğurlarınız bizim ən böyük qazancımızdır. Bugün həm də bir çağırış günüdür. Gəlin cəmiyyət olaraq daha duyarlı olaq. Fərqlilikləri qəbul edək və inklüziv mühitin formalaşmasına hər birimiz öz töhfəmizi verək. Maneələr insanlar üçün deyil, insanlar tərəfindən yaradılır. Biz birliyimizlə bu maneələri aradan qaldıra bilərik. Sonda xüsusi qayğıya ehtiyacı olan bütün şagirdlərə sağlamlıq, xoşbəxtlik və daim dəstək gördükləri bir həyatı arzu edirəm. Gəlin sevgi, anlayış və həmrəyliklə daha ədalətli bir cəmiyyət quraq.